Evdə daha çox ata görmüsən, yoxsa rejissor? Evdə ata görmüşəm. Yəni bir mənalı olaraq, yəni uşaqlıqdan ümumiyyətlə gözümü açıb teatr görmüşəm. Yəni teatrda böyümüşəm, o ayrı məsələ. Teatr gördüyümə görə də teatrdakı Nicat Kazımovla evdəki Nicat Kazımovu rahat ayırd eləyə bilirdim. Bir var mən teatr görməyim, ancaq evdə görüm atamı. Belə bir fərqi yox idi, amma teatrdakı Nicatla evdəki Nicat arasında böyük fərq var. Yəni papa belə deyək də, nə qədər də işi çətin olur olsun, nə qədər də evə yorğun gəlirsə gəlsin, həmişə bir ata nəvazişi göstərib iki oğluna da, mənə də, kiçik qardaşıma da. Yəni bizim evdə ümumiyyətlə papa çox sevməyib sənət söhbətlərindən danışılmağında. İşdəki söhbətləri evə gətirir. Həm də başqa bir tərəfdən ki, biz yoluxmayaq. Yəni istəməyib əslində. Var suallardan biri onunla bağlı. Nə də doğrudan, nə mən, nə də qardaşım istəməyib bu sənətə gələk, incə sənətə ümumiyyətlə. Ona görə də mən evdə heç vaxt rejissor Nicat Kazımov görməmişəm. Ancaq ata. Yəni ailəcanlı, ailəsinin dəyərini, qiymətini bilən, övladlarını çox sevən, yəni canından da çox sevən bir ata görmüşəm. Yəni bu məni sevindirir. Nə yaxşı ki, o atanı görmüşəm. Sonra teatra gəlib rejissor Nicat Kazımovu görmüşəm.